Hiç düşündünüz mü? Neye göre merhameti əzabından çox olan Allah, Quran-ı Kərimin son suresini və son ayəsini mərhəmətinə xitab edən biçimdə bitirməyib. Gəlin Nas suresinin tərcüməsinə baxaq. Nas suresinin tərcüməsində deyilir ki, pənah aparıram insanların Rəbbinə, ixtiyar sahibinə, vəsvəsə verən şeytanın şərrindən Allaha sığınıram. O şeytan ki, insanların ürəyinə vəsvəsə salır. O şeytan ki, cinlərdən də olur, insanların özlərindən də. Yəni, əslində, Nisa suresinin son ayəsi xüsusilə son zamanlarımıza, son zamanlarda, axır zamanlarda baş verən hadisələrə xitab edən biçimdə bitib. Yəni, Allah keçmişi də, gələcəyi də ən gözəl şəkildə bilən yeganə Rəbdir, eşi və bənzəri olmayandır. Və videomuzda tərsdən düzə gedir, elə dünyamızın özü kimi. Bəli, tərsdən düzə gedir. Çünki vaxt gəlir ki, haqsız olan ədalət, xain olan sədaqət, yalançı olan dürüstlük axtarır. Ona görə də hər zaman əməli salih qalmaq lazımdır. Növbəti videolarımızda görüşənədək hələlik. Videolarımızın ardına gəlməsini istəyirsinizsə kanalımıza abunə olmağı, rəy bölməsində fikirlərinizi bölüşməyi unutmayın. Allah amanında hələlik.